Orta Asiyanın düz ortasında bir ölkə var ki, həm Sovet keçmişi, həm də Türk gələcəyi ilə tarix yazır. Neftlə zəngin, qışı sərt, mətbəxi at əti ilə tanınan Qazaxıstandan danışıram. Bu dəfə təkcə tarixi yox, həm də 5 barmaq əllə necə yemək lazımdır, onu öyrədəcəyik. Hazırsınızsa, həm coğrafi xəritəni, həm də mədəniyyəti birlikdə vərəqləyək. Gedirik, amma uzağa yox, Qazaxıstanın içinə doğru. Qazaxıstan Orta Asiyanın müstəqil türk dövlətlərindən biridir və ərazi baxımından dünyanın 9-cu ən böyük ölkəsidir. Eyni zamanda təbii sərvətlər baxımından da neft və təbii qazdan zəngin olduğuna görə Türk dünyasının ən zəngin ölkələrinin başında gəlir. Bundan əlavə ölkədə dəmir, uran və qızıl ehtiyatları olduqca boldur. Yəni belə deyə bilərik ki, ölkənin əsas gəlir mənbəyi yeraltı sərvətlərin ixracına əsaslanır. Əgər bu ölkəyə xəritə üzərindən baxsaq, şimalında Rusiya, cənubunda Türkmənistan, Özbəkistan və Qırğızıstan, şərqində isə Çin yerləşir. Bu baxımdan Qazaxıstan qonşu dövlətlərin təsirinə xeyli məruz qalmış bir ölkədir. Ölkədə demək olar ki, hər kəs rus dilini bilir və küçələrdə Çin küçə yeməklərinə aid məhsulların satılması bu təsiri sadə nümunələrindəndir. Qazaxıstan ilin təxminən yarısını qarla keçirdiyinə görə soyuğu sevməyənlər üçün yaz və bahar aylarında ora getmək daha məntiqli olar. Ölkə əhalisinin 70% müsəlman olsa da, donuz məhsulları və alkoqol istehlakı geniş yayılıb. Xüsusilə alkoqol istifadəsi baxımından Rusiyanın təsiri güclü hiss olunur. Elə buna görə də ölkədə tez-tez yol qəzaları baş verir. Qazaxıstan xalqı köçəri Orta Asiya mədəniyyətinin təsiri ilə zəngin bir mətbəxə sahibdir. Ət və süd məhsullarını demək olar ki, hər yeməklə birlikdə istifadə edirlər. Ən məşhur yeməklərindən biri 5 barmaq adlanan ət yeməyidir. Bu yemək əllə yeyildiyi üçün belə adlandırılıb. Ora getsəz mütləq 5 barmaq yeməyini və qazax mantısını dadmağınızı tövsiyə edirəm. Bu ölkədə qazaxlardan başqa 200 minə yaxın digər türkün də yaşadığı ehtimal edilir. Bu türk toplumlarına Axska türkləri və xaricdən gəlmiş türklər daxildir. Axska türkləri kimdir sualına gəlincə, bir zamanlar Sovet İttifaqı ərazisində yaşayan, lakin Stalinin dövründə insan hüquqları pozuntularına və ayrı-seçkiliyə məruz qalan türk toplumudur. Sovetlər dövründə Orta Asiyanın müxtəlif bölgələrinə sürgün ediliblər. Bugünsə Qazaxıstanın bir çox kəndində Axska türkləri və Uyğur türkləri yaşayır. Hansı kəndə getsəniz, hər evdə bir dombra musiqi alətini görəcəyinizə əmin ola bilərsiniz. Qazaxlar üçün bu çalğı aləti çox xüsusi mənaya malikdir və onların musiqisinin təməlini təşkil edir. Dombra həmçinin Özbək və Qırğız türkləri tərəfindən də sıx istifadə olunur. Əgər siz sadəcə turist kimi ora gedəcəksinizsə, taksilərə diqqət yetirməyinizi məsləhət görürəm. Bəzi qazax taksi sürücüləri sizdən dəfələrlə artıq pul tələb edə bilərlər. Çünki bəziləri Türkiyə və Azərbaycan vətəndaşlarını çox varlı hesab edirlər. Qazaxıstanın tarixinə baxsaq, bir zamanlar Sovet İttifaqının nəzarətində olan bir bölgə olduğunu eşitmisiniz. SSR atom bombası sınaqlarını bu ölkədə həyata keçirirdi. Elə bu səbəbdəndir ki, dünyadakı nüvə sınaqlarının 1/4-i Qazaxıstan ərazisində baş tutub. 1991-ci ilə gəldikdə isə Qazaxıstan SSR-dən ayrıldı və müstəqillik qazandı. Bundan əlavə, ölkə könüllü şəkildə nüvə fəaliyyətlərindən imtina etdi. Çünki Sovet dövründə aparılan sınaqlar nəticəsində təxminən 2 milyon Qazaxıstanlı xərçəng və digər ölümcül xəstəliklərə tutulmuşdu. Sovet İttifaqının dağılmasından sonra isə Qazaxıstan digər keçmiş Sovet ölkələri kimi inkişaf etməyə başladı. Bu müddət ərzində ölkənin paytaxtı bir neçə dəfə dəyişdi. 1998-ci ilə qədər paytaxt Almatı və Akmola idi. Daha sonra Astana oldu. 2019-cu ildə Astana şəhərinin adı prezidentin fərmanı ilə dəyişdirilərək Nur Sultan qoyuldu. 2022-ci ilin sentyabrında isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev paytaxtın adını yenidən Astana olaraq dəyişdirilməsini təsdiqləyib. Əgər digər keçmiş Sovet ölkələrinə baxsaz, şəhərlərdə Sovet dövründən qalan binalara və maşınlara tez-tez rast gələ bilərsiniz. Lakin Qazaxıstana, xüsusən də paytaxta getsəz, Sovet izlərinə rast gəlmək olduqca çətindir. Şəhər tamamilə müasir bir sima alıb. Hər tərəfdə tikinti gedir və daimi olaraq yeni investisiyalar həyata keçirilir. Sovet izlərini silmək başa düşüləndə, amma uzun göydələnə bənzəyən binaların hər yerə tikilməsi şəhərin estetik görüntüsünə o qədər də yaxşı təsir etmir. Yəni, demək istədiyim odur ki, şəhərin hər küncündə uca bir bina inşa edilir. Qazaxıstan dövləti yalnız neftlə deyil, tikinti və xidmət sektoru vasitəsilə də inkişaf etməyə çalışır.
Ümumilikdə desək, Qazaxıstanın iqtisadiyyatı əsasən sektorlar üzərində qurulub. Necə ki, Körfəz, Ərəb ölkələrində göydələn tipli nəhəng binalar çoxdur, Qazaxıstanın Nur-Sultan şəhərində də eyni şəkildə beton yığınları var. Kağız üzərində bu sektorlar daim inkişaf və istehsal varmış kimi göstərilsə də, məncə bu şəhərlərin ruhunu, təbiiliyini məhv edir. Milyardlarla dollar beton yollara və yeni binalara xərclənib. Müasir bir dövlət görüntüsü yaradılmağa çalışılıb, amma mənə görə inkişaf anlayışı tam olaraq bu deyil. Yol məsələsinə gəlincə, Qazaxıstanda yol hərəkəti qaydalarına ciddi şəkildə əməl olunur və yollar mütəmadi təmizlənir. Məsələn, beton asfaltın qarla örtülü halına nadir hallarda rast gələ bilərsiniz. Çünki yollar dərhal duzlanır və qardan təmizlənir. Ölkənin ümumi əhalisi təxminən 20 milyon nəfərdir və bu əhalinin çoxu müsəlmandır. Paytaxt Astanadan başqa ən turistik bölgələrdən biri Almatıdır. Təxminən 2 milyon əhalisi var. Orada gəzərkən diqqətinizi çəkəcək məqamlardan biri də budur ki, küçə kənarlarında Yaponiya və Koreya mətbəxinə aid çoxlu sayda Asiya küçə yeməkləri nöqtələri ilə rastlaşa bilərsiniz. Bu qəlyanaltılar adətən dəniz məhsullarından hazırlanır. Əgər ətə qarşı seçicisinizsə, hər cür ət yemərəm deyirsinizsə, Qazaxıstanda qarşılaşacağınız ət yeməklərinə qarşı diqqətli olmalısınız. Çünki bu at əti də ola bilər, donuz əti də. Ölkədə mal ətindən əlavə at və donuz əti də satılır. Xüsusilə at əti qazaxlar üçün bir mədəniyyətdir. Qiyməti mal ətindən daha bahadır. Bunu da qeyd etmədən keçməyim. Hətta siz bir ailənin qonağı olsaz, çox böyük ehtimalla sizə at ətindən hazırlanmış yeməklər təqdim ediləcək. At əti bu ölkə üçün özəldir. Dəyər verilən insanlara təqdim olunur. Toyuq ətinin qiyməti mal əti ilə təxminən eynidir. Bu sizi təəccübləndirə bilər, amma səbəbi belədir. Ölkədə iri buynuzlu heyvandarlıq quşçuluqla müqayisədə daha çox inkişaf edib. Bu səbəbdən toyuq əti ilə mal əti arasında böyük fərq yoxdur. Bir restorana getsəz, toyuq dönəri ilə ət dönərinin qiymətlərinin təxminən eyni olduğunu görə bilərsiniz. Qazaxıstanla bağlı yəqin ki, eşitdiyiniz başqa bir məsələ isə ənənəvi içki olan qımızla əlaqədardır. Qazaxıstanda gəzəcəyiniz demək olar ki, hər bazarda qımızla qarşılaşa bilərsiniz. Qımız həmçinin Özbəkistan və Monqolistanda da geniş istehlak olunan at südüdür. Qazaxıstanda dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı təxminən 85 min tengedir. Bu da bizim pulla 282 manat eləyir. Tenge bu ölkənin rəsmi pul vahididir. 30 min tenge bir insanın gündəlik tələbatını ödəmək üçün olduqca aşağı olduğundan demək olar ki, heç kim bu maaşa işləmir. Orada çalışan bir insanın orta aylıq gəliri təxminən 200-300 min tenge arasında dəyişir. Qaldı ki, neft və qazdan başqa ölkədə həyati vacib ehtiyacların çoxu xaricdən gəlir. Məsələn, Özbəkistandan bol miqdarda meyvə və tərəvəzi idxal olunur, amma neft həqiqətən ucuzdur. Benzinin litri 250 tengedən ucuzdur. Bu da təxminən 80 qəpik eləyir. Neft ölkəsi olmağın ən gözəl üstünlüklərindən biri də elə budur. Turist gözü ilə baxsaz, Qazaxıstandakı qiymətlərin ucuz olduğunu demək çətindir. Hətta bəzi məhsullar Azərbaycandan daha bahadır, amma əgər Qazaxıstanda yaşayırsınızsa və gəlirinizi tenge ilə qazanırsınızsa, işinizə uyğun olaraq orada rahat bir həyat sürmək mümkündür. Ticarət mərkəzlərində diqqətinizi çəkəcək başqa bir məqam isə İnsanlar üst geyimlərini, palto və plaşlarını AVM-lərin içindəki əmanət nöqtələrinə pulsuz təhvil verib rahatca gəzirlər. Bunu etmə səbəbləri isə Qazaxıstandakı qapalı məkanların olduqca isti olmasıdır. Ölkə neft dövləti olduğu üçün qapalı məkanlarda istilik sistemi çox güclüdür. Bundan əlavə, Qazaxıstanda rahat yaşamaq istəyirsinizsə, mütləq şəkildə rus dilini yaxşı bilməlisiniz. Ölkədə rus dilini bilməyən demək olar ki, yoxdur və hətta qazax dilindən çox rus dilində danışılır. Rus dili ölkədə ikinci rəsmi dildir və dövlət məktəblərində rus dili ilə bağlı bir çox bölmələrə rast gələ bilərsiniz. Yenə rus dili Qazaxıstanda fəaliyyət göstərən şirkətlərin ən çox istifadə etdiyi dil hesab olunur. Beləliklə iş tapa bilmək üçün rusca bilmək sizə böyük üstünlük qazandırır. Qazaxıstan həqiqətən də görməyə dəyər bir ölkədir və xalqı olduqca mehriban insanlardır. Bəs Azərbaycandan Qazaxıstana necə getmək olar? Tələblər, şərtlər və xərclər nələrdən ibarətdir? Son olaraq buna nəzər salaq. Azərbaycan vətəndaşları Qazaxıstana 30 günədək olan qısa müddətli səfərlər üçün viza almadan səyahət edə bilərlər. Əgər səfəriniz 30 gündən artıq olacaqsa və ya digər məqsədlərlə, məsələn, iş, təhsil üçün gedirsinizsə, müvafiq viza növü üçün müraciət etməlisiniz.
Qazaxstanda 30 gündən artıq qalmaq niyyətindəsinizsə, yerli miqrasiya orqanlarında qeydiyyatdan keçməlisiniz. Hazırda səyahət əsasən hava yolu ilə təşkil edilir. Azərbaycandan Qazaxstana birbaşa uçuşlar mövcuddur. Bakıdan Qazaxstanın müxtəlif şəhərlərinə, o cümlədən Astana, Almatı, Aktau və Şımkentə birbaşa reyslər həyata keçirilir. Bir istiqamət üçün təxminən $100-dan başlayır. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.